ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində immiqrasiya və gömrük polisinin keçirdiyi əməliyyat zamanı bir qadın güllələnərək öldürülüb. Today Press TV xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Məlumata görə qadın avtomobillə immiqrasiya və gömrük polisinin əməkdaşlarını vurmağa cəhd edib və polis özünü müdafiə məqsədi ilə atəş açıb. Həlak olan qadının adı rəsmi olaraq açıqlanmayıb. Şəhər merinin məlumatına görə onun 37 yaşı olub. Baş verən hadisə Minneapolis meri Jacob Freyin kəskin tənqidinə səbəb olub. O, immiqrasiya və gömrük polisindən şəhəri tərk etməyi tələb edərək atəş açılmasını haqlı özünü müdafiə hesab etmədiyini bildirib. ABŞ prezidenti Donald Trump hadisəyə münasibət bildirərək immiqrasiya və gömrük polisinin əməkdaşını müdafiə edib. O, sosial şəbəkədə yazıb ki, qadın aqressiv davranıb və əməkdaşa qarşı təhlükə yaradıb. ABŞ prezidenti baş verənlərə görə radikal solçu qrupları günahlandıraraq onların tez-tez hüquq mühafizə orqanlarına hücum etdiyini bildirib. Hadisə ölkədə etirazlara səbəb olub. Lakin Trump administrasiyası immiqrasiya və gömrük polisinin sərt immiqrasiya siyasətini davam etdirməkdə qətiyyətli olduğunu vurğulayıb. ABŞ-nin daxili təhlükəsizlik katibi Kristi Noem isə baş verənləri məişət xarakterli zorakılıq aktı kimi qiymətləndirib. Onun sözlərinə görə immiqrasiya və gömrük polisinin əməkdaşları əlverişsiz hava şəraiti səbəbindən qarda ilişib qalıblar və qadın onlara, eləcə də ətrafdakı insanlara təhlükə yaradaraq nəqliyyat vasitələrini vurmağa çalışıb. Hadisə ilə bağlı araşdırma aparılır. Namiq Abbasov, Today Press TV.